Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutu, Respublikamızın bitkilərini və bitki örtüyünü öyrənən böyük tədqiqat institutudur. Burada tropik, subtropik bitkilər və yerli yabani bitki növləri üzərində tədqiqat işləri aparılır. Elmi işçi Galina Kapinus dekoratif bitkilər üzərində müşahidə aparır. Biyoloji elmləri namizədi Zübeydə Əzizbəyeva mineral gübrələrin yem bitkilərinə təsirini müəyyən edir. İnstitutun təcrübə sahəsində yem bitkisi artişokun biyoloji xüsusiyyətləri öyrənilir. Biyoloji elmləri doktoru Profesör Siyonov ağac və kol bitkilərinin quralğa davamlılığı probleması üzərində çalışır. Profesör Kirlipko, biyoloji elmləri namizədləri Axundov, İsayev və Karyagin 8 cilddən ibarət Azərbaycan Florası kitabını yazırlar. Hazırda bu qiymətli əsərin 5 cildi çapdan çıxmışdır.